Mən bəzi mənbələrdə rast gəlmişəm, təsəvvüfün İslamda olmadığını, ümumiyyətlə İslam dinindən əlaqəsi olmadığını, hətta suf sözünün, filosof sözündən Yunan termini olduğunu, sufiliyin filanın İslama sanki bir əcnəbi qıraqdan keçmə kimi qəbul edirlər. Buna münasibətiniz? Onu da belə bayaq dediyim kimi rast gəlmiş bir sözdür, onu da deyirlər. Amma elə onun da kökündə hər halda o durur. Hətta deyirlər şamanizmdir, nədir filandır. Onun da kökündə o durur ki, o belə də deyirlər də təsavvuf dinlərin fövqündə dayanan bir anlayışdır. Onun üçün oradan gələ bilər ki, bax o xristianların da içində zikr eləyənlər ola bilər, xristianların içində də nəfs islah, üzərimizə fərz olan nəfsin təzkiyəsindən məşğul olanlar ola bilər. Yəqin mənbə oradandır ki, başqa dinlərdən bizə, amma heç də elə deyil. Başda Peyğəmbər əleyhissalamın səhabəsi olmaqla bütün gerçək İslamı yaşayanlar təsavvufu yaşayanlardır. Mən bayaq təsavvufun təriflərindən dedim. Mən bu yazımda təsavvufun 3 tərifini vermişdim ki, təsavvuf kainatın tək dininin gerçəkləşməsidir. Bu bir. İkincisi demişdim, təsavvuf bərabərdir Qurandakı İslam. Təsavvuf bərabərdir Qurandakı İslam. Və üçüncü tərifini vermişdim ki, təsavvuf fərzdir. Təsavvuf Allahın fərzidir, biz bunu yaşamalıyıq. Çünki vacibdir, Qurandakı İslamdır. Amma indi təsavvufun ən çox sevdiyim bir tərifini öyrənmişəm. Təsavvuf arınma və olğunlaşmadır. Yəni təmizlənmə və yetkinləşməkdir. Və arınma nədir? Bunu xüsusi demək istəyirəm. Maalesef yer üzündə siz də mənlə razısınız ki, gerçək İslam yaşanmır və İslamdan üz döndərmələrə səbəb olur bu. Cənab Haqq bizi yaradanda bizi 3 vücudundan yaradıb. Bir, bildiyimiz bu cismimiz, güzgüdə gördüyümüz, bir-birimizdə gördüyümüz cismimiz. 2, özündən bizə üfürdüyü əmanət ruh. Bir də Şəms surəsi 9-cu ayədə keçən and olsun nəfsə və onu səvva edənə. Və bizi bir nəfs vücudundan yaradıbdır. Bunların üçünə də Cənab Haqq əmanət deyir Qurani Kərimdə. Konkret hamısının ayələri var. İndi o verilişimizin vaxtı azdır. Əmanət də sahibinə təslim olması bir şeydir. Ruhumuz da Allaha təslim olmalıdır, cismimiz də Allaha qul olmalıdır. Amma bunlar hamısı bağlıdır nəfsimizin təskiyəsinə, nəfsimizin islahına. Bax, o arınma deyəndə ki, təsavvuf arınma və olğunlaşmadır, həmin nəfsimizin təskiyə olunmasıdır arınma.